Salam, hər vaxtınız xeyirli olsun. Güvən 2026 11-ci sinif buraxılış imtahanına hazırlaşanlar üçün təzə çıxan test vəsaitindən natural ədədlər bölməsinin izahına baxaq. Deməli, sual 1. Ən böyük 2 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin cəmi. Sadə sualdır. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Ən kiçik 3 rəqəmli ədəd 100-dür. Bunların cəmi eləyir 199. C variantı. İkinci sual. 556.789 ədədində neçə yüzlük var? 56.789. Bunun üçün biz nə edirik? Başlayırıq. Təklik, onluq, yüzlük. Yüzlük dayandıq. Yüzlükdən sağdakıları silirik. Qalır 567. Dedik 567 dənə yüzlük var. Üçüncü sual. 3 ardıcıl tək natural ədədin cəmi 69-dur. Bu ədədlərdən kiçiyini tapın. 69'u bölərik 3'ə. Onlar 23. Deməli ədədlərdən biri 23'dür. Biri 23'dən soldakı tək ədəd 21'dir. Biri 23'dən sağdakı tək ədəd 25'dir. Bizdən də kiçiyini soruşduğundan 21 Y variantı. Dördüncü sual. 3A plus 1 tək ədəd olarsa aşağıdakı ifadələrdən hansı təkdir? 3A plus 1 tək ədəd olarsa. Biz demişdik ki, tək ədədlə cüt ədədin cəmi tək ədəd verir. Tək ədədlə tək ədədin cəmi nə verir? Cüt ədəd verir. İndi görürük 1 burada təkdir. Nəticənin tək olması üçün deməli 3A cüt olmalıdır. 3A-da da 3 tək olduğundan A deməli cüt ədəddir ki burada 3A cüt olub. Tutaq ki A deyirəm 2'dir. Onda nə olacaq? 3 vurulsun 2 üstə gəl 1. 6 plus 1 7. Yəni tək. A 2'dirsə, götürək variantlarda A'nın yerinə 2 yazaq. 3A plus 2'də A'nın yerinə 2 yazsam, olar 3 vur 2, üstə gəl 2. 6 plus 2, 8. Cütdür. Keçək B variantına. 5 vurulsun 2, üstə gəl 4. Görürük bu da nədir? 12 eləyir, 14 eləyir, cütdür. Ondan sonra keçək D variantını yoxlayaq. D variantında 5A plus 3'dür. Yəni 5 vurulsun 2, üstə gəl 3. Bu da elədi 13. Yəni təkdir. Cavab oldu D variantı. 5-ci suala baxaq. 5n kvadrat üstə gəl 11 üstündə 7. Cüt olarsa aşağıdakilərdən hansı təkdir? Biz demişdik ki, cüt ədədin natural üstü qüvvəti də cüt ədəddir. Yəni burada əgər 5n kvadrat plus 11 üstü 7 cütdürsə, deməli 5n kvadrat plus 11 də cütdür. Və buradan əgər 11 təkdirsə, deməli 5n kvadrat da tək olmalıdır ki, təklə təki toplayanda cüt alın. 5n kvadrat təkdirsə, belə çıxır ki, onda n də təkdir. Çünki 5 təkdirsə, təki təkə vuranda tək eləyir də. N tutaq ki, deyək, nədir? 1'dir, tək ədəddir. Variantlarda n'in yerinə 1 qoyaq, hansı əgər tək olsa, cavabımız o olacaq. Buradan deməli, A variantına baxıram. N kvadrat 1'in kvadratı plus 3 elədi 4 cütdür. C variantında 1'in kvadratı plus 2, baxın, 1 plus 2 3 təkdir. Deməli bizdən də tək soruşduğundan cavab C variantıdır. Digər variantları da eyni qaydada yoxlaya bilərsiniz. Cavab oldu 5'də C variantı. 6-cı sual. Aşağıdakilərdən hansı n'in bütün natural qiymətlərində cütdür? Yaxşı. Biz buradan baxaq. A variantında görürük ki, n plus 1'in kvadratı da açılışı eləyir n kvadrat plus 2n plus 1. Buradan baxa bilərik. 2n cütdür. N kvadrat plus 1 də cüt də ola bilər, tək də ola bilər. Və yaxud da ki, belə eləyək. Bir dəfə 1 verək A-ya, n-ə. Olacaq 1 üstə 1'in kvadratı 2 elədi. O da 4 oldu kvadrat. 2 qoyanda isə 2 plus 1'in kvadratı eləyir 9. Görürsünüz, bir dəfə cüt olur, bir dəfə tək olur. B variantını yoxlasaq, n kvadrat çıxdı mötərizə xaricine n plus 1, üstə gəl n plus 1. Bu da eləyir n plus 1 vurulsun n kvadrat plus 1. Və biz buradan görürük ki, 1 təkdir, burada da 1 təkdir. Əgər biz n'ə tək versək, ikisi tək plus tək eləyəcək cüt, bu da eləyəcək cüt, nəticə cüt olacaq. Amma n'ə cüt versək, tutaq 2 versək, bu da tək eləyəcək, bu da tək eləyəcək və 2 dənə tək ədədin hasili də tək ədəd verəcək. Deməli B variantı da
həmişə cüt olmadı. Ondan sonra baxırıq D variantına. D variantında da n-ə 1 versək, 1 plus 2-nin kvadratı 3-ün kvadratı 9 eləyir, ödəmir. Yəni tək eləyir. Amma n-ə 2 verəndə 2 plus 2 4-dür, kvadratı 16 eləyir. Bir dəfə tək oldu, bir dəfə cüt oldu, ödəmədi. C variantında n-ə 1 versək, 1 plus 1 eləyəcək 2, n-ə 2 versək, 2-nin kvadratı plus 2 eləyəcək 6. Və yaxud da ki, belə də baxa bilərik ki, n kvadrat üstə gəl n-də, n mötərizə xaricində çıxdı, qaldı n plus 1. Bunlar ardıcıl ədəddir. Ardıcıl ədədlərin də hasili həmişə cüt olduğunu bilirik. Keçdik 7-ci suala. Aşağıdakılardan hansı tək ədəddir? A variantında baxıram. Üstündəki qüvvəti qoyuram qırağa. Elə 3 üstü 15 onsuz da tək olacaq, çünki 3 təkdir. 2 üstü 13-də onsuz cüt olacaq. 3 vur 2, 6 cüt oldu. Sonra baxıram B variantına. 3 üstü 10 təkdir. 3 üstü 10 təkdirsə, 1 də təkdir. 2 dənə tək ədəd toplayanda nə oldu? Cüt ədəd oldu. C variantını yoxlayıram. 3 üstü 20 vur 5 üstü 20. 3 üstü 20 də təkdir, 5 üstü 20 də təkdir. Hasili də tək eləyəcək. Cavab oldu onda C variantı. D variantına baxıram. 3 üstü 9 təkdir, 5 üstü 15 təkdir. 2 təkin cəmi cüt verir. Y variantında da 2 təkin fərqi cüt ədəd verir. Bu da oldu belə. 7-də də cavab C variantı. 8. Bölən 9. Biz demişdik ki, bölən natamam qismət və qalıqdır. Bölünəni bilmirik. Bölən 9, natamam qismət 11, qalıq 5 olarsa bölünəni tapın. Düsturumuz belə idi ki, 9 vur 11 üstə gəl 5. 99 plus 5 elədi 104. Deməli bizdə bölünən 104 imiş bu variantı. 9-cu sual. Bölünən 153 və natamam qismət 30 olarsa. 153, bölən bilmirik A-dır. Natamam qismət 30, qalıq da bilmirik B-dir. Bölənlə qalığın cəmini soruşur. Düsturumuz belə idi ki, 30 vurulsun A üstə gəl B qalığı bərabərdir 153. Və biz buradan nəzərə almalıyıq ki, A B-dən həmişə böyükdür. A B-dən həmişə böyükdürsə, onda qiymətlər verək. Məsələn, A-ya 4 versəm, eləyir 120. 153-dən 120 çıxanda artıq B elədi 33. Qalıq gəldi A-dan, yəni böləndən böyük oldu. Onda A-ya götürüb 4-dən yuxarı 5 verirəm. Elədi 150. 153-dən 150 çıxanda B-də 3 eləyir. Və görürük ki, qalıq böləndən kiçikdir. Bəli, ödəyir. Deməli, A 5-dir, B də 3-dür. Və A plus B də eləyir bizdə 8. 10-cu sual. Ədədin 15-ə böldükdə qalıqda 13 alınır. X ədədini 15-ə böləndə qalıqda 13 alınır. Natamam qismətimiz Y-dir, qalıq 13-dür. Bu ədədi 5-ə bölünməsindən alınan qalıq. Bu cür misallarda Y-ə 0 verirəm. Y-ə 0 verəndə düsturum nə olur? 15 vurulsun Y plus 13-dürsə, eləyir X bərabərdir 15 vurulsun 0 üstə gəl 13. Yəni 13. Bölünən məndə 13-dür. Onda 13-ü bölürəm 5-ə, deyirəm 2 dəfə bölünür, qalıq da 3 qalır. Cavab oldu onda C variantı. 11-ci sual. 56x 27x 3. Ədədi 3-ə qalıqsız bölünür. 3-ə bölünmə əlaməti rəqəmləri cəmi 3-ə bölünən ədədidir. Gəlin bunun rəqəmlərin cəmini toplayaq. 5 üstə 6 11, üstə 2 13, üstə 7 20, üstə 3 23 plus 2x. X-a 1 versək, olacaq 23 üstə gəl 2 vur 1, yəni 25. 3-ə bölünmədi. X-a 2 versək, 23 üstə gəlinsin 2 vur 2, yəni 23 plus 4, 27. 3-ə bölünür, bəli. Deməli, X bizdə nə ola bilər? 2 ola bilər. O da eləyir A variantı. Aşağıdakı ədədlərdən neçəsi 3-ə qalıqsız bölünür? Rəqəmləri cəminə baxırıq. Birincidə 2045-dir, rəqəmləri cəmi eləyir 11. 3-ə bölünmür qalıqsız. İkinci 1107 rəqəmləri cəmi 9 eləyir, bölünür. Deməli, biri bölündü. Üçüncü 2097 rəqəmləri cəmi 18-dir, bölünür. Üçüncü də bölündü. 4 34556 rəqəmləri cəmi eləyir 25. 25 3-ə bölünmür. Ondan sonra 5-ci də 40623 rəqəmləri cəmi 15 eləyir, 3-ə bölünür qalıqsız. Deməli, 3 dənəsi 3-ə qalıqsız bölündü. Cavab oldu C variantı.
13-cü sual. Deyir ki, bu iki ədəd 768.309 və 6453 ədədlərinin cəminin 4-ə bölünməsindən alınan qalığı tapın. 9 + 3 12 1 yadda elədi 6, 4 + 3 7, 6 + 8 14 1 yadda 7 7. Bizə lazımdır son 2 rəqəm. Qalanlarının onsuz ehtiyac yoxdur. Son 2 rəqəm baxırıq. 4-ə bölünmə əlaməti son 2 rəqəmə əsasən gedir. 62-ni 4-ə böləndə qalıq 2 qalır. Cavab oldu A variantı. Yəni biz burada son 2 rəqəmə baxırıq əsas. Qalan hissələr bizə maraqlı deyil. 13-də cavab oldu A variantı. 14-cü sual. Aşağıdakilərdən hansı 4-ə qalıqsız bölünür? Yenə son 2 rəqəmdir. Görürəm C variantında son 2 rəqəm 16-dır. O da 4-ə bölünür qalıqsız. Cavab oldu C variantı. 15. A-nın hansı qiymətində 6 rəqəmli ədədi 6-ya qalıqsız bölünür? Deməli, ədədimizi yazırıq. 6-ya bölünməsi üçün həm 2-yə, həm də 3-ə bölünməlidir eyni zamanda. Yəni 2-yə bölünməsi üçün son rəqəm cüt olmalıdır. Yəni ədəd cüt ədəd olmalıdır. 3-ə bölünməsi üçün də rəqəmləri cəmi 3-ə bölünməlidir. Gəlin, rəqəmləri cəmin əvvəlcə tapaq. Eləyir 15, bu da 17. 32 + A. A-ya 2 verəndə görürəm 34 eləyir, bölünmür 3-ə. A-ya 4 verəndə görürəm 36 eləyir, 36 3-ə bölünür. Deməli, bizdə A 4 olanda ədəd həm 2-yə bölünür, çünki cüt ədəd olur, həm də rəqəmləri cəmi 3-ə bölünür. Onda 2 və 3-ə bölündüyü üçün də 6-ya da bölünür. A bizdə 4-dür, 15 elədi B variantı. 16. 7 rəqəmli ədədi 9-a qalıqsız bölünür. Əvvəlcə ədədi yazaq. Və rəqəmləri cəmin tapaq. Deməli, 25 üstəgəl 2K. Yenə K-ya qiymət verirəm. K-ya 1 versəm, eləyəcək 25 üstəgəlinsin 2, yəni 27. 9-a bölünür, bəli, bölünür. Deməli, bizdə K 1-dir. 17-də oldu, 16-da oldu cavab A variantı. 17-ci sual. A-nın hansı qiymətində də 9-a tam bölünür? Eyni sualdır. Yenə rəqəmləri cəmin tapırıq. Eləyir 12, o da 5, 17. Üstəgəlinsin 9, 26 üstəgəl A. Buradan da A-ya 1 versəm, 26 + 1, 27 eləyər, 9-a bölünər. Cavab oldu 17-də də A variantı. Sual 18. A 7324'dür. B 5678'dir. AB hasilinin 5'e bölünməsindən alınan qalıq, yəni 7324 vur 5678'dir. Və buradan 7324'ü 5'e böləndə biz son rəqəmə baxırdıqda son rəqəm 0 və 5-dirsə bu ədəd 5'e bölünürdü. Burada son rəqəm 4-dürsə onda qalığımız 4 qalacaq. 8-dirsə 8-i 5'e böləndə qalıq 3 qalır. Bu da eləyir 4 vur 3 12. Qalıqları vurduq bir-birinə və 12 5-dən böyük olduğu üçün bir dəfə də 5'e bölürük, eləyir 2 dəfə bölünür, qalıq 2 qalır. Deməli AB hasilinin 5'e bölünməsindən alınan qalıq 2-yə bərabərdir. Sual 19. A 8 B 3 rəqəmli ədədini 10'a böldükdə qalıqda 5 alınır. Biz demişdik ki, sonu 0 ilə bitən ədədlərdir də 10'a bölünür. İndi qalıq 5 qalırsa, deməli bunun sonu 0 yox, 5 ilə bitir. Onda B-ni tapdıq ki, 5. Ədədimiz oldu bu formada. Və 9'a tam bölünürsə, onda rəqəmləri cəmi, yəni A + 13 9'a tam bölünməlidir. A-ya da mən görürəm ki, buradan 5 versəm, 5 + 13 18 eləyər, 9'a bölünər. Deməli A da məndə oldu 5. Məndən A-nı soruşur, cavab oldu 19'da A variantı. Deməli, keçək 20-ci suala. Aşağıdakilərdən hansı sadə ədəddir? Sadə ədəd odur ki, ədəd yalnız özünə və 1'ə bölünsün, vahidə bölünsün. A variantında bunu necə yoxlayırıq? Bunu bu formada yoxlaya bilərik. Kök altında 161'dən deməli kök çıxmır, amma ondan kök altında 161'dən kiçik kök çıxan ədəd hansıdır? Kök altında 144'dür. Yəni kök altında 161, kök altında 144 ilə kök altında
169-un aralığında yerləşir də. 13 vur 13, 169 eləyir də. Və kök altında 144 də 12-dirsə, onda kök altında 161 kök altında 144-dən böyük olduğu üçün 161 12-dən kiçik hər hansı bir ədədə bölünürsə, deyərik ki, bu ədəd mürəkkəb ədəddir, sadə deyil. Və 161 12-dən kiçik yoxlaya bilərik. 11-ə bölünmür, 10-a onsuz da görürük bölünmür, 9-a bölünmür çünki rəqəmləri cəmi 8 eləyir. 8-ə bölünmür, 7-yə yoxlaya bilərik. 161-i 161 həqiqətən də 7-yə 2 dənə 7 14, 6 çıx 4 2, 1 də gəldi 3 dəfə, 23 dəfə bölünür. Deməli 161 nədir? Mürəkkəb ədəddir. B və C variantları görürük ki, onsuz cüt ədədlərdir. Deməli mürəkkəb ədəd olacaq. D variantı 207, rəqəmləri cəmi 9-a da 3-ə də bölündüyündən bu ədəd mürəkkəb ədəd olacaq. Deməli sadə ədəd olan oldu hansı? Y variantı. 21. 21-də deyir ki, 21-dən kiçik neçə sadə ədəd var? Sayırıq 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir. Bu formada 13, 17, 19. 3, 3, 2, 8 dənə sadə ədəd var. 22-də 72-nin neçə müxtəlif sadə vuruğu var? Müxtəlif sadə vuruqların sayı. Əvvəlcə 72-ni sadə vuruqlara ayırıram. 2-yə bölünür 36 dəfə. 36 2-yə bölünür 18 dəfə. 18 2-yə bölünür 9 dəfə. 9 3-ə bölünür 3 dəfə. 3 3-ə bölünür 1 dəfə. Və 72-ni yazıram bu formada. 2 üstündə 3, 3 üstündə 2. Müxtəlif sadə vuruqlar dediyi üçün biz aşağıda bunları sayırıq. 1 və 2. 2 ilə 3-dür də. 1 və 2 2 dənədir. 2 və 3 vuruqları müxtəlif sadə vuruqlardır. Cavab oldu 22-də nə? A variantı. Keçirik sual 23-ə. 72 ilə 80 ədədin neçə ortaq olmayan sadə vuruğu var? Ortaq olmayan sadə vuruğu. Gəlin əvvəlcə belə yazaq. 72-ni də ayıraq sadə vuruqlara. 2-yə 36 dəfə, 2-yə 18 dəfə, 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 3-ə 1 dəfə. 80-ni də ayıraq sadə vuruqlara. 2-yə 40 dəfə, 2-yə 20 dəfə, 2-yə 10 dəfə, 2-yə 5 dəfə, 5-ə 1 dəfə. Baxıram, ortaq olan ikilər ortaqdır. Bu ikilər də ortaqdır. Bu ikilər də ortaqdır. Yerdə ortaq olmayan hansıdır? 2, 5 və bu 2 dənə 3. Deməli 4 dənə ortaq olmayan sadə vuruğu var. C variantı. 24. Deyir ki, 176 ədədin neçə müxtəlif sadə böləni var? Müxtəlif sadə bölən, əvvəlcə yenə biz bunu sadə vuruqlara ayırırıq. 2-yə 88 dəfə bölünür. Bu 2-yə 44 dəfə. 44 2-yə 22 dəfə. 22 də 2-yə 11 dəfə. 11 də 11-ə 1 dəfə. Yəni 176 2 üstü 4 vurulsun 11 üstü 1-dir. Sadə bölən müxtəlif olanlar 2 və 11-dir ki, cavab olur 24-də A variantı 2 dənə. 25. 120 ədədinin neçə sadə böləni var? 120-ni də eyni qaydada sadə vuruqlara ayırırıq. 2-yə 60, 2-yə 30, 32-yə 15, 15 3-ə 5, 5 5-ə 1. Yəni 120 bərabərdir 2 üstü 3, 3 üstü 1 və 5 üstü 1. Sadə bölən 2, 3 və 5-dir. 2, 3, 5 bölənləri sadə bölənlərdir. Yəni 25-də oldu 3 dənə C variantı. 26. Qarşılıqlı sadə ədədlər cütü. Qarşılıqlı sadə ədədlər ortaq böləni olmayan ədədlərdir. Bu da C variantında 50 və 31-dir ki, 31 sadə ədəddir, 50 isə mürəkkəb ədəddir və həmçinin qarşılıqlı sadə ədədlərdir. 27 də qarşılıqlı sadə ədədləri göstərir. 14 və 19 qarşılıqlı sadədir görürük. 17 34 hər ikisi 17-yə bölünür, qarşılıqlı sadə deyil. 9 21 hər ikisi 3-ə bölünür. 16 20 hər ikisi 2-yə 4-ə bölünür. 4-cü də 24 və 25 sadədir. 1 ilə 4, yəni 2 dənəsi sadə, qarşılıqlı sadə ədədlərdir. 28. A və B qarşılıqlı sadə ədədlər olarsa, əkobabı çıx əbubabı. Qarşılıqlı sadə ədədlərin əkobu dedik ki, onların hasilidir AB-dir, əbubu isə 1-dir. Cavab olacaq AB çıxılsın 1. 29. A və B ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər də həmçinin qarşılıqlı sadə ədədlərdir. Yenə də onların əkobu AB eləyir, əbubu 1 eləyir. Oldu AB çıxılsın 1, Y variantı.
Bu da oldu belə. 30, 42 və 56 ədədlərinin əbobunu hesablayın. Gəlin hesablayaq birini. Sadədir bunlar. Bunların üstündən keçəcəm digər əbobun hesablanmasının, amma birini izah edirəm. 42 2-yə bölünür 21 dəfə, 21 3-ə bölünür 7 dəfə, 7 7-yə 1 dəfə. 56-nı da ayırıram sadə vurğulara. 2-yə bölünür 28 dəfə, 28 2-yə bölünür 14 dəfə, 14 2-yə bölünür 7 dəfə, 7 7-yə bölünür 1 dəfə. Və əbobda ortaq olanları götürürdük. 2-lər ortaqdır, bir də 7-lər ortaqdır. 2 vurulsun 7 elədi 14. Cavab oldu 30-da C variantı. 31, 32, 33 eyni qaydadadır. 34. 34'ü bu formada yazarıq biz. Ayrı-ayrılıqda bunların əkobun, əbobunu hesablamağa ehtiyac yoxdur. Yəni birbaşa 450-nin 600 sadə vurğulara ayırmağa ehtiyac yoxdur. Biraz sadələşdirib ondan sonra hesablamanı davam eləyərik. Necə? 450 və 600-ün ortaq deməli ən böyük ortaq böləni hansıdır? 150-dir, x-in içində var. 150-ni çıxardıram mötərizə xaricinə, əkobun xaricinə daha doğrusu. Qalır 450 150'ye 3 dəfə bölünür, 600 150'ye 4 dəfə bölünür. Aşağıda da eyni qayda 150 çıxdı qabağa, əbob 3 və 4. 150'lər ixtisara getdi. 3 və 4 qarşılıqlı sadədirsə onların əkobu onların hasilidir. 12'dir, əbobu da 1'dir. Cavab da elədi 12 B variantı 34'də. 35. Əkob AB vurulsun əbob AB elə A vur B'dir. Yəni 35'də cavab 22 vurulsun 15'dir. Bu da elədi 36. A və B natural ədədləri üçün A bərabərdir 2B'yə. Bu ədədlərin əkobu ilə əbobunun hasili. Əkob AB vurulsun əbob AB deyir ki, əkobu ilə əbobunun hasili 242'dir. Onsuz biz bilirdik ki, əkob AB vur əbob AB nədir? Hələ A vur B'dir. A vur B'dir. Bərabərdir 242'yə. A'nın yerinə 2B qoysaq, 2B vurulsun B bərabərdir 242. Elədi 2B kvadrat bərabərdir 242'yə. B kvadrat elədi 242 bölünsün 2'yə 121. B də buradan 11'dir. A da 2B olduğundan 2 vur 11 22'dir. Cavab oldu 36'da A 22C variantı. 37. Əbobu 26. A və B ədədlərinin əbobu 26. Əkobu 156. Və ədədlərdən biri 78'dir. Tutaq ki, A 78'dir, B-nidir tapın. Biz bilirdik ki, düstura görə əkob AB vurulsun əbob AB bərabərdir A vur B. Onda əkob AB-nin yerinə 26, əbob AB-nin yerinə 26, əkob AB-nin yerinə 156, AB-də A-nın yerinə 78 qoyuram, B-ni tapıram. 78 156'ya 2 dəfə bölünür. 2 vurulsun 26, 40, 52. Deməli, digər ədədimiz də 52'yə bərabərdir. 38. 26'dan kiçik 26 ilə qarşılıqlı saat olan ədədlərin sayı. Bunun üçün bunu kiçik ədəd olduğundan bir sayıb da tapa bilərik. Amma düsturu bu formadadır. 26'nı sadə vurğulara ayırırıq. 26 2 üstü 1 vur 13 üstü 1 deməkdir. Düsturda belədir ki, 26 vurulsun 1 çıxılsın 2'də 1. 1 çıxılsın 13'də 1. Bu da eləyir. 1'dən 2'də 1 çıxanda elədi 2'də 1. 1'dən 13'də 1 çıxanda 13'də 2. 2 vur 13 26 eləyir. Bu 26 ilə gedir. Sürətdə 1 vur 12. Yəni cavab oldu 12 38'də E variantı. 39. 120'nin natural bölənlərinin sayı. 120'ni bu formada yazsaq 2 üstündə 3, 3 üstü 1, 5 üstündə 1. Natural bölənlərinin sayını tapmaq üçün üstlərini bir vahid artırıb bir-birinə vururduq. Yəni 3 plus 1 vurulsun 1 plus 1 vurulsun 1 plus 1. Bu da eləyir 4 vur 2 8 vur 2 16. Cavab oldu D variantı 39'da. Sual 40.
X ve Y natural ədədlərdir. 2x plus y təkdirsə aşağıdakilərdən hansı təkdir? 2x üstə gəl y təkdirsə. Gəlin, təkdirsə, deməli bu ədədlərdən biri cüt, digəri tək olmalıdır ki, tək və cütün cəmi nə olur? Tək eləyir. 2x görürük onsuz cütdür. Çünki x-ə nə verirəmsə verim, 2-yə vuranda cüt olacaq. Deməli, y təkdir. Y təkdir. Yaxşı, y-in tək olduğunu bildim. X burada tək də ola bilər, cüt də ola bilər. Çünki x-ə 1 də versəm, y-ə də 1 verəndə və ya 3 verəndə, yenə nəticəm nə olacaq? Tək olacaq. X-ə 2 də versəm, y-ə yenə 3 versəm, yenə nəticəm tək olacaq. Ona görə x-in tək cüt olduğunu bilmirəm, amma y-in tək olduğunu bilirəm. Ona görə A variantında 40-da mən bilmirəm x təkdir ya cütdür. Ona görə onun tək və cüt olduğunu deyə bilmərəm. Amma B variantına baxsam 4x plus y kvadrat. 4x onsuz həmişə cütdür. Çünki 4-ü vursam x-ə həmişə cüt eləyəcək 4 cüt olduğu üçün. Y də tək olduğundan y kvadrat da təkdir. Deməli bunların cəmi də tək olacaq. Deməli B variantı nədir? Həmişə təkdir. 41. Biri digərinin yarısı olan 2 natural ədədin əbubu 18, əkobu 36-dır. Biri deyirəm A-dır, digəri yarısı 2A-dır. Onda bu ədədlərin əkobu 36, əbubu 18. 2 ədədin əbubu ilə əkobunun hasili ilə bu ədədlərin hasili idi də. Onda bayaq dediyimiz düstura görə 2 ədədin hasili elə onların əbubu ilə əkobunun hasilinə bərabərdir. Buradan deyilir 2A kvadrat bərabərdir 18 vur 36. 36 2-yə gedir 18 dəfə. Qalır A kvadrat bərabərdir 18-in kvadratına. A da bərabərdir nəyə? 18-ə bərabər oldu. Yaxşı. Keçək. Deməli 41-in sual oldu. Bu ədədlərin cəmindir. A 18-dirsə digərdə 2 olduğundan 36-dır. 18 ilə 36-nın cəmi 54 eləyir. 42-də cavab oldu A variantı. 41-də daha doğrusu A variantı. 42-də görək nə deyir bizə. Rəqəmləri cəmi 16 olan ən kiçik üç rəqəmli ədədin rəqəmləri hasili. Rəqəmləri cəmi 16 olan ən kiçik üç rəqəmli ədəd ABC-dir və bunun rəqəmləri cəmi nədir? 16-dır. Ən kiçik dediyi üçün mən A-ya çalışdığım qədər kiçik qiymət verməliyəm. Onda S-yə böyük verəcəm. Mən S-yə 9 versəm, B-yə də 7 versəm, A-ya 1 vermiş olacağım. A-ya 1 yox, B-yə 7 versəm, cəm 16 eləyir. Onda mən B-yə 6 verməliyəm ki, A-ya da 1 verim. Çünki ən kiçik verim. Olsun 169 və rəqəmləri cəmi 16 olsun. 1, 6, 9. Deməli, ədədim 169 imiş 3 rəqəmli ədədim. Bunun da rəqəmləri hasili 1 vurulsun 6 vur 9 elədi 54. Cavab oldu A variantı. 43. 3A4 ədədini 9-a böldükdə qalıqda 1 alınırsa. 3A4 ədədini 9-a böləndə qalıqda 1 alınırsa. Deməli, bunun rəqəmləri cəmi 9-a bölünsəydi, 9-a tam bölünərdi. Deməli, rəqəmləri cəmi 9-a böləndə qalıq 1 olur. Gəlin toplayaq. 7 plus A eləyir rəqəmləri cəmi. A-ya 2 versəm, 9 eləyər, 9 9-a tam bölünər. Qalıq 1 qalması üçün A-ya 3 verməliyəm ki, 10 eləsin rəqəmləri cəmi. Onu da 9-a böləndə qalıq 1 qalacaq. Deməli, 43-də cavab oldu nə? Y variantı. A 3-dür. 44. 24-ün kvadratı üstəgəl 36-nın kvadratı. Sağda vurğularının sayını tapın. 24 nədir? 2 vurulsun 12-dir. Onda 24-ün kvadratı da 2-nin kvadratı vur 12-nin kvadratıdır. 36 da 3 vur 12-dir. Onda 36-nın kvadratı 3-ün kvadratı vur 12-nin kvadratı olacaq. 12-nin kvadratı çıxar mötərizə xaricinə qalar 2-nin kvadratı üstəgəl 3-ün kvadratı. Bərabərdir. 12-nin sağda vurğuları nədir? 2 üstü 2 vurulsun 3 üstü 1'dir. Onda 12-nin kvadratı olduğundan üstündə 2 yazaram. 2-nin kvadratı üstü 3-ün kvadratda 4 plus 9 13 eləyir. 13 üstü 1. Bu ifadəni sadələşdirsəm eləyər 2 üstü 4, 3 üstü 2, 13 üstü 1. Bunu da nəyin soruşur məndən? Sağda vurğuların sayı. Üstlərini toplayıram sağda vurğuların sayını tapmaq üçün. 4 plus 2 plus 1 elədi 7. 45. 4 ardıcıl cüt natural ədədin cəmi 84-dür. Bu ədədlərin ən böyüyü ilə
ən kiçiyinin cəmi. 84'ü bölərəm 4 yerə. Taparam 21. Və görürəm mənə nə deyir? Məndən cüt natural ədəd soruşur. Cüt natural ədəd soruşduğu üçün deməli 21'ə bölməyək. Gəlin belə yazaq elə bunu. Ədədimizi götürək 2x. İndi 4'ə bölərək necə yazmaq olur onu da deyəcəyik. 2x, 2x plus 2, 2x plus 4, 2x plus 6. Belə də götürə bilərik. Və yaxud da ki x, x plus 2, x plus 4, x plus 6 şəklində də götürə bilərik. Kimə necə? Belənçini də götürən olur. Belə də x-i də eyni cavab alınacaq. Gəlin toplayaq bunları. Eləyəcək 4x plus 12 bərabərdir 84. 4x elədi 84'dən 12 çıxanda 72, x elədi 18. Deməli ədədlərimdən biri 18'dir, digəri 20'dir, digəri 22'dir, digəri 24'dür. 24'dür. Bu da bizdən nəyi soruşur? Ən böyüyü ilə ən kiçiyi. Ən böyüyü 24'dür, ən kiçiyi 18'dir. Bunların cəmi də 30, 42 B variantı eləyir. 21'e 4'ə böləndə isə uşaqlar 4'ə böldük 21 aldıq. Bizdən cüt dediyi üçün 21'ə qonşu olan cüt ədədlər hansıdır? 22'dir, 20'dir və 4 dənə dediyi üçün bir dənə də 22'dən sağda 24, 20'dən solda 18. Bu formada da götürə bilərik. Və yaxud da ki bu formada ilə dediyimiz kimi yazmaq olar. 46. Ədədlərin ən kiçik ortaq bölünənini tapın. Yəni əkobu tapın. 2 üstü 3, onun kvadratı və 15. 2 üstü 3 olduğu kimi saxlayıram. 10, 2 vur 5 desək, onun kvadratı olar 2'nin kvadratı vur 5'in kvadratı. 15 də 3 vur 5'dir. Əkob nə idi? Əkobda ən kiçik ortaq bölünəndə böyük ədədi götürürdük. Böyük ədəd burada bizdə onun kvadratıdır. Böyük ədədi yazırdıq. Və kiçiyində olanlardan hansı böyüyündə yoxsa ona vururduq. Gördük ki burada 2 üstü 3'dür, burada 2 üstü 2'dir. Deməli bir dənə 2 artıqdır. Ona görə 2'ni yazıram. Və burada 3 və 5 vuruğu var. 5 zaten onun içində var, amma 3 yoxdur. Ona görə 3'ü də vururam. Bu deyilir 2 üstü 3 vur 5 üstü 2 vur 3 üstü 1. Bunu da hesablamağı 8 vur 25 eləyir 200. 200'ü də 3'ə vuranda 600 C variantı eləyir. 47. A bölü 2 bərabərdir B bölü 3. Onda buradan deyirəm A 2x'dir, B də 3x'dir. Əbob AB, yəni əbob 2x, 3x bərabərdir 3. X'i çıxartdım qırağa, qaldı əbob 2 və 3. 2 ilə 3'ün əbobu qarşılıqlı sağda olduğundan 1 eləyir, x elədi bizdə 3. Onda A 2 vur 3 6'dır, B də 3 vur 3 9'dur. A plus B də 6 plus 9 elədi 15. 48. 6507 ədədindən hansı ədəd çıxmaq lazımdır ki, alınan ədəd 3, 5, 6 və 9 ədədlərinə qalıqsız bölünsün. Əvvəlcə 3, 5, 6 və 9 ədədini nə edirik? Əkobunu tapırıq. Görürük ki 3, 5, 6 və 9 ədədlərinin əkobu görək neçə eləyəcək? 3, 5, 6 və 9. Yenə buradan böyük ədədi yazırıq. Kiçiyində olmayanlar 3'dür, var. 5'dir, yoxdur yazırıq. 6'da 2 vur 3 olduğundan 3 var yazmırıq, amma 2 yoxdur yazırıq. Elədi 90. İndi mən bu 90'ın misillərini tapmalıyam. Misillərini tapmalıyam ki, görüm 6507'yə qədər yaxın olan hansı ədəddir ki, bu hər ikisinə bölünür. Yəni 90'ın misillərini tapa-tapa mən gedəcəm, tapacam 6507'yə yaxın olan ədədi. Bunun üçün də nə eləyirəm? 90'ı 10'a vuranda görürəm eləyir 900. 90'ı 50'yə vuranda, 60'a vuranda eləyir 5400. 90'ı 70'ə vuranda eləyir 6300. Deməli 70'dən yavaş-yavaş qalxıram. Görüm 6390 olacaq. 6480 olacaq. O biri gələndə 6500 nə olacaq? 60. Bu artıq 6507'ni aşdı. Bu lazım deyil. 6480'dir ən yaxın 6507'yə. Onda 6507'dən çıxıram 6480'i. Bu da elədi neçə? 27 eləyir və 17 eləyir. Baxaq. Deməli
Görək neçə eləyir? Deməli, baxaq. 7 çıx 0, 7, 10 çıx 8, bəli, 27 eləyir. Deməli, 27 çıxmaq lazımdır ki, 3, 5, 6 və 9-a qalıqsız bölünsün. 49. 49-da görək nə deyir bizə? A natural ədədi 3, 4, 5 ədədlərinə bölündükdə qalıq 2 qalır. Yaxşı, 3, 4, 5-ə bölünən ədədimizi seçirik, ən kiçik ədədimizi. Bu eləyir, əkab 3, 4, 5, yəni 3 vur 4, 5, hər üçü qarşılıqlı saat olduğu üçün bu üçü də bunların hasili eləyəcək, 60 eləyəcək. 60 ədədi 3-ə, 4-ə və 5-ə qalıqsız bölünür. Qalıqda 2 qalması üçün 60 plus 2, 62 olacaq. C variantı 49-da. 50-ci sual. 50-ci sualda uşaqlar 46-cı sualla eynidir. Ona görə bir də onu vaxt getməsin. Keçək sual 51-ə. Ardıcıl 2 cüt və ardıcıl 2 tək ədədin əbobları. Ardıcıl 2 cüt ədədin əbobu həmişə yadacaqdır. 2 eləyir. Tutaq ki 4 ilə 6-nın, 8 ilə 10-un əbobu 2 eləyir. Ardıcıl 2 tək ədədin isə tutaq ki deyirəm 5 ilə 7 və yaxud 9 ilə 11. Bunlar həmişə qarşılıqlı sadədir ardıcıl 2 tək ədədlər. Onda bunların əbobu da 1 eləyəcək. Onda ardıcıl 2 cüt ədədin əbobu 2 elədi. Ardıcıl 2 tək ədədin əbobu da 1 elədi. Bizdən də bunların cəmini soruşur. 2 plus 1 elədi. 3 cavab 51-də B variantı. 52. 4-ə bölünən bütün 3 rəqəmli natural ədədlərin sayını tapın. 4-ə bölünən 3 rəqəmli ən kiçik 100-dür. Ən böyük isə 996-dır. Bunların sayını tapmaq üçün də 996-dan 100 çıxıram. Bölürəm 4-ə, üstə gəlirəm 1-i. 896-nı böləndə 4 eləyir 224, üstə 1 gələndə 225-dır variantı. 52-də oldu D. Keçirik sual 53-ə. Əkob AB 7-dir. A plus B cəmini tapın. A və B bir-birindən fərqli ədədlərdir. A və B bir-birindən fərqli ədədlər olduğu üçün və A sıfırdan fərqli olduğu üçün bu nə ola bilər? 7, 7 artıq ola bilməz, çünki deyir A, B fərqlidir bir-birindən. Deməli, ya 1 ilə 7-dir, ya da 7, 1-dir. Hər iki halda da onsuz bunların cəmini eləyəcək, 8 eləyəcək A plus B. 7, 1-də olsa, 1, 7-də olsa. Sonra 54. Hasili 3780 olan 2 ədədin ortaq olmayan sadə vurğularının hasili 420. Hasili 3780 olan 2 ədəd AB ədədidir. Hasili 3780-dir. Ortaq olmayan sadə vurğuların hasili, yəni S 420-dir. Əbobunu soruşur. Biz də bilirdik ki, əbob AB kök altında AB böl S-yə bərabərdir. Bu da eləyir 3780-i 420-yə böləndə neçə eləyir? 3780 böl 420. Sıfırlar getdi. 378-i böləndə 42-yə eləyəcək 9. 9-dan da kök 3 çıxır. Deməli, bu nə imiş? 3 imiş. 54-də D variantı. 55. 1-dən 50-yə qədər olan 4-ə bölünən neçə ədəd var? Ən kiçiyi 4-dür, ən böyüyü 48-dir 1-dən 50-yə qədər. 48-dən çıxıram 4-ü, bölürəm 4-ə, üstə gəlirəm 1-i. 11 üstə 1, 12. 55-də cavab oldu B variantı. 56. Əbob AB 70, əkob AB 340 olarsa, AB hasili elə əbob vur əkobdur. Yəni 70 vur 340-dır. 57. A və B natural ədədlərdir. AB 252-dir. Ortaq olmayan sadə vurğuların hasili də 7-dir. AB 252, ortaq olmayan sadə vurğuların hasili, yəni S 7-dirsə, o zaman əbob AB nə imiş? Kök altında AB böl S-dir. Yəni 252-ni bölərəm 7-yə. 252 də 7-yə 36 dəfə bölünməlidir. 36-dan da 6 çıxır. 57-də cavab olur E variantı. 58. AB 2 rəqəmli ədədi üçün AB çıxılsın BA. Məxrəcdə A plus B bərabərdir 5. AB-nin açılışı 10A plus B, BA-nın açılışı 10B mənfiyə görə olur çıxa.
A plus B-ni də çarpaz olaraq 5-ə vururam. 5 vurulsun A plus B. 10A'dan A çıxıram 9A, B'dən 11 çıxdım 9B. 5-i də A plus B-yə vuranda 5A plus 5B. A'ları bir tərəfə keçirdirəm, B'ləri bir tərəfə. 9A çıxılsın 5A bərabərdir 9B üstə gəl 5B. Bu da elədi 4A bərabərdir 14B. 4 və 14 2-yə bölünür 2 dəfə, bu isə 7 dəfə. Deməli A 7-yə bərabərdir, B 2-yə. A bərabərdir 7, B bərabərdir 2. Bizdən AB hasilini soruşur. 2 vur 7, 14. Cavab oldu 58-də D variantı. 59. Cəm toplananların birindən 6 dəfə böyükdür. Cəm toplananların birindən, ta ki A-dan 6 dəfə böyükdür, 6A-dır. Onda B elədi 5A. Digər toplanan 40-dır. Digər toplananda elə B-dir də, bərabərdir 40-a. A buradan elədi 8. Södə biri 8-dir, biri də 40-dır. Bunların fərqi istəyir. 40 çıxılsın 8, 32. Cavab 59-da Y variantı. 60. 3 kiçikdir 4-dən çıxılsın 5, bu da kiçikdir 19. Hər tərəfə 5 əlavə eləyirəm. 3 üstə gəl 5, 8. 4-dən 19 üstə gəl 5, 24. Hər tərəfi 4-ə bölürəm. 8 böl 4, 2. Burada qalır n, 24 böl 4, 6. N natural ədədlərinin sayı 3, 4, 5, 3 dənədir. Cavab oldu 60-da A variantı. Deyir, Anar və Vaqif 286 metr məsafəni addımda ölçürlər. Anarın addımı 65 cm, Vaqifin addımı isə 55 cm olarsa, onların ayaq izləri neçə dəfə üst-üstə düşər. Əvvəlcə 286 metri santimetrə çevirsək, olacaq 28600 santimetr. Sonra isə 55 və 65 üçün əkop tapırıq. 55 və 65. Bunlar üçün də əkop 65 vurulsun 11, yəni 715-dir. Sonra 28600-ü bölürəm 715-ə, çünki hər 715 santimetrdən bir üst-üstə düşür. Bu da eləyir 40 dəfə. Cavab B variantı. Sonra 62. 9-a bölünməsinə alınan qalıq. Bunun üçün də əvvəlcə 271.895 ədədini və digər ədədləri ayrı-ayrılıqda 9-a bölünməsinə alınan qalıqları taparıq və bir-birinin hasilini taparıq. Burada rəqəmlərin cəmi 9, 10, 18, 27, 32-dir. 32-nin də 9-a bölünməsinə alınan qalıq neçədir? 5-dir. Burada rəqəmlər cəmi 18, 7, 25-dir. 25-i də 9-a bölünməsinə alınan qalıq 7-dir. Biz 5 vur 7, 35 tapırıq və 35-i də təzədən 9-a bölürük. 3 dənə 9, 27 edir, qalıqda 8 qalır. Cavab oldu B variantı. 63. 6x, 7y. Ədədini 4-ə böləndə qalıq 3, 5-ə böləndə qalıq 4 qalır. 3-ə isə tam bölünür. Biz demişdik ki, 5-ə bölünmə nə idi? Sonu 0 və ya 5 ilə bitir. İndi qalıq 4 qalırsa, ya 0 plus 4, 4, 5 plus 4, 9. Ya 4, ya 9 ilə bitəcək. Əvvəlcə yoxlayaq görək 9 ilə bitəndə, yəni y9 olanda nə olur? 79. 79 son 2 rəqəm 4-ə böləndə qalıq nə qalır? 3 qalır. Bəli, deməli y9 imiş. y9-dursa, ədədimiz bu formadadır və 3-ə tam bölünürsə rəqəmləri cəminə baxıram. 13, 9, 22 plus x. 3-ə bölünməsi üçün x-a da 2 verməliyəm də, çünki ən kiçikdən söhbət gedir. Ən kiçik 2 verəndə 24 eləyir cəm və 3-ə bölünür. x2, y9. Onda x plus y elədi 11. 63-də cavab oldu D variantı. 64. A fərqlidir B şərti daxilində 4 rəqəmli A23B ədədi 6-ya tam bölünür. Deməli, həm 2-yə, həm 3-ə bölünür. A plus B-nin ən böyük qiymətini tapın. Rəqəmləri cəmi A plus B plus 5. Mən A və B ilə qiymətlər verməliyəm. Həm bərabər olmasın bir-birinə. Həm cəmi 3-ə bölünsün, həm də cüt ədəd olsun B. Onda mən eləyə bilərəm ki, A plus B-nin ən böyük qiymətindən söhbət gedirsə, B-yə 8 verə bilərəm ən böyük cüt ədəd. A-ya da 8 plus 5, 13 eləyir. Artıq A-ya da
ən böyük deməli 9 verə bilmərəm, 22 eləyəcək. 8 verə bilmərəm, B-yə bərabər olur. 7 verə bilmərəm, 20 eləyir. 6 verəndə 19 eləyir. 5 verəndə 18 eləyir, 3-ə bölünür. Deməli, A 5-dir, B də 8-dir. Onda A plus B, 5 plus 8, 13. 64 oldu C variantı. 65. 2 rəqəmli ədədin təklik mərtəbəsindəki rəqəm, yəni B, onluq mərtəbəsindəki rəqəmdən 4 vahid kiçikdir. B, A-dan 4 vahid kiçikdir. A-4. Bu ədədlə onun rəqəmlərini tərsinə düzlükdə alınan ədədin cəmi, yəni AB ilə BA-nın cəmi 66-dırsa, açılışı, AB-nin açılışı 10A plus B, BA-nın açılışı 10B plus A bərabərdir 66-ya. Bu da eləyir 11A plus 11B bərabərdir 66-ya. Hər tərəfi 11-ə böləndə A plus B 6 eləyir. Və B-nin yerinə A-4 qoysaq, A plus A-4 bərabər 6. 2A bərabərdir 10-a. A da elədi 10 bölü 2, 5. A 5-dirsə, B də 5 çıx 4, 1-dir. Onda ədədimiz AB, yəni 51-imiş. Cavab 65-də B variantı. 66. Biri o birinin 5'te 2 hissəsi olan 2 natural ədəd. Biri x-dir, biri 5'te 2 x-dir. Bu formada. Və yaxud da ki, beləncini də deyə bilərik. Biri o birinin 5'te 2. X bərabərdir 5'te 2 y. Digəri y-dir axı. X də 5'te 2 y-dir. Və buradan hər tərəfi 5'ə vursam, 5x bərabərdir 2y olur. Onda buradan deyirəm ki, x bərabərdir 2k, y də bərabərdir 5k. O zaman əbobu 6-dır. Əbob 5k, 2k bərabərdir 6-ya. K çıxdı qırağa, əbob 5, 2 bərabərdir 6. 5 ilə 2 qarşılıqlı sadədir, əbobu 1-dir. K da elədi 6. K 6-dırsa x eləyir. 2 vur 6, 12, 5 vur 6, y də 30. Cəmi 30 plus 12, 42. Cavab oldu 66-da A variantı. Biraz vaxt məhdudiyyətinə görə sürətli izah edirəm. Diqqətlə baxsaz başa düşərsiniz. 67. N-in neçə natural qiymətində kəsri natural ədəddir? Kəsri parçalayırıq. N kvadrat bölü N plus 2N bölü N plus 6 bölü N. N kvadratı N-ə böləndə qalır N. 2N N-ə böləndə qalır 2. 6-nı N-ə böləndə 6 bölü N. Və natural olması üçün N 6-ya N-ə bölünməlidir. Yəni N-ə 1 verə bilərəm, 2 verə bilərəm, 3 verə bilərəm, 6 verə bilərəm. 4 qiymətində 67 oldu A variantı. 68 də fikir versəz, burada 60-cı sualdan eynidir. Ona görə də onu bir də yazmıram. 69 natural bölünənlərin sayı üst bir vahid artır. 49 plus 1 elədi 50. Cavab D variantı. 70. Əvvəl də bu sualı yazdıq. Təkrar sual da düşüb bura. 71. Qismət bölünəndən 17 dəfə kiçikdir. Baxın. Bölünən, bölən, qismət də bölünəndən 17 dəfə kiçikdirsə, onda mən bölünənə 17A desəm, qismət olacaq A. Onda 17A bölünsün B bərabər A-dırsa, A-lar getdi, B bərabərdir 17 qaldı. Cavab C variantı. 72. Tək və cüt ədədlərin xassələridir. Hansı doğrudur? Biz Y variantı tək üstə tək eləyir, səhvdir. C variantı tək üstə cüt tək eləyir, doğrudur. A variantı tək üstə cüt eləyir, səhvdir. B variantı tək ədəd vur tək ədəd cüt eləyir, səhvdir. D-də də tək vur cüt tək eləyir, səhvdir. C variantı doğrudur. 73 sadə ədədi göstərin. Bundan da əvvəlki suallarda var idi, yazmışıq. Qaydasını izah elədim. 74 aşağıdakılardan sadə deyil, bundan da izah eləmişəm. 75 azalan çıxılandan 7 dəfə böyük və fərq 54 olarsa. Azalan, çıxılan, fərq. Azalan çıxılandan 7 dəfə böyükdür. Onda azalan 7B-dir. A bərabərdir 7B. Və fərq 54-dür. C də 54-dür. Onda 7B çıxılsın B bərabərdir 54-ə. 6B elədi 54. B də 54 bölü 6, 9. A da 7 vur 9, 63. Azalan ilə çıxılan cəmi 63 üstə gəl 9 elədi 72. Cavab 75-də
C variantı. 76, 76'da bölən 14 natamam qismət etdi, qalıq 3. Bölünəni tapın. X bölü 14 natamam qismət etdi, qalıq 13. Qalıqlı bölmə üçün olan düstura görə 14 vur 7, üstə gəl 13. Bu da 70, o da 28. 98 üstə gəl 13, 111. B variantı 76. 77. M'in hansı qiymətində ədəd 8-ə tam bölünür? 8-ə bölünməsi üçün son 3 rəqəm ya 0 olmalıdır və ya 8-ə bölünməlidir. Ya M 0 olmalıdır ya da M 8 olmalıdır. Cavab da 8 var. D variantı doğru variantdır. Sonra keçirik 78-ə. Məxrəci 56 olan neçə ixtisar olunmayan düzgün kəsir var? Bu o deməkdir ki, 56-dan kiçik 56 ilə qarşılıqlı sadə olan ədədlər. Bunun üçün 56-nın ayrı bu formada sadə vuruqlarını asılı şəklində göstəririk. 2 üstü 3, 7 üstü 1. Sonra da yazırıq ki, 56 vurulsun, 1 çıxılsın, 2-də 1. Vurulsun, 1 çıxılsın, 7-də 1. Bərabərdir. 56, 1-dən 2-də 1 çıxdım, 2-də 1. 1-dən 7-də 1 çıxdım, 7-də 6. 56, 14-ə 4 dəfə bölünür. 4 vur 6, 24. Cavab elədi A variantı. 78 də oldu belə. 79. Cədvəldə olan natural ədədlərin bütün ədədlərin hansı hissəsi təşkil edir? 8 ədəd var. Onlardan 3-ü naturaldır. Yəni 8-də 3. 79-da da cavab oldu E variantı. 80. Natural ədədi 15-ə böldükdə qalıqda 8 alınır. Bu ədədi 5-ə böldükdə alınan qalığı tapın. Natural ədədi 15-ə böləndə natamam qismət y-dir, qalıq 8 alınır. Onda biz dedik ki, burada biz natamam qismətə bir 0 deyirik. Onda bölünən eləyir 15 vur 0 üstə gəl 8. Yəni 8. X 8-dir. 8-i indi 5-ə böləndə qalıq nə qalar? Bir dəfə bölünər, qalıq 3 qalar. Bu da elədi A variantı 80-də. Bura qədər sağ olun, salamat qalın. İnşallah ardını da növbəti videolarda paylaşarım.